Çox nəhəngdir, çox. Xəzəri özünə qonşu, tariximizi isə sakin seçib. Bu cür qalın sütunları olan binalara sonuncu dəfə Romada rast gəlmişdim. Yarımçıq sütunları qalmış həmin tikililər qədim dövrlərin İtaliyaya ərməğanıdır. Ancaq Bakımızdakı muzey mərkəzinin vurdud 65 yaşı var. Sərgi salonları, arxiv otaqları, konfrans və seminar zalları, kitabxana, fond, elmi tədqiqat bölmələri sanki bizi bizdə azdırır. Simmetrik sütunlarla bəzədilmiş fasadı, binanın geniş pəncərələri həm bayırdan gələn işığa, həm də tarixi keçmişimizə yol açır. Yüksək tavanlı geniş giriş zalı insana ilk olaraq bu mesajı verir. Dünyanın o başına getməyə hazır ol. Uşaq vaxtı sevmirdim bu binanı. Sevmirdim bu binaya gəlməyi. Çünki adında Lenin vardı. Lenin adı ilə olan bütün binalar məndə xof yaradırdı. Zaman keçdikcə, tarix öz sözünü dedikcə, əsl həqiqətlər üzə çıxdıqca qürur və fərəh hissi bürüyür qəlbimi. Bugün mən bu divarlara baxanda yalnız memarlıq görmürəm. Zaman görürəm. Ölçülmüş, düşünülmüş, tələsmədən qurulmuş bir zaman. Bu bina elə tikilməyib ki, diqqət çəksin. Elə tikilib ki, dözsün. İllərə dözsün. Dəyişən adlara, dəyişən dövrlərə dözsün. ...1950-ci illərin əvvəlindən təməli qoyulan bu bina istismara 1961-ci ildə verilib. Həmin ildə bina Moskva Lenin Muzeyinin filialı kimi açılıb. 1991-ci ildə SSR dağıldıqdan sonra, dövlət müstəqilliyimiz bərpa edildikdən sonra bina Mədəniyyət Nazirliyinə verilib və muzey mərkəzi adlandırılıb. Və bu adın haqqını verir. Çünki bu binada Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Azərbaycan Dövlət Din Tarixi Muzeyinin anbarı, həmçinin sərgi qalereyası yerləşir. Bina Dənizkənarı Milli Parkının yaxınlığında yerləşir. Bu möhtəşəm bina ötən əsrin 50-ci illərində artıq tikilməyə başlamışdır. Azərbaycanın məşhur memarı olan Həsən Məcidovun layihəsi əsasında tikilmişdir və 1961-ci ildə isə istifadəyə verilmişdir. 4 mərtəbəli binanın layihəsi əməkdar memar Həsən Məcidova məxsusdur. Stajlı Bakı sakinləri yaxşı xatırlayırlar memarımızı. Məşhur Bakı mehmanxanasının memarı idi Həsən Məcidov. Sərgi qalereyasından savayı konsertlər, tədbirlər üçün nəzərdə tutulan şüşə tavanlı dairəvi zal da yerləşir 4-cü mərtəbədə. Tədbirlər demişkən, mərkəzin təkcə muzey deyil, həm də ictimai mədəniyyət platforması təyinatını daşıması ona universal imkanlar yaradır. İlin müxtəlif dövrlərində gözəl göyçək bayramlarımızla bağlı tədbirlər, ustad sənətkarlarla görüşlər, ədəbi və musiqili gecələr. Bu qəbildən olan proqramlar muzey mərkəzinin bugünkü önəmindən xəbər verir. Bu tədbirlər ona vəsilə olur ki, ziyarətçilər yaxşıca əylənsinlər, amma təkcə əylənməsinlər, həm də maariflənsinlər. 1991-ci ildə SSR-nin süqutundan sonra bina Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən muzey mərkəzi adı olaraq adlandırılmışdır və burada elə həmin dövrdən çox sayda muzeylər, dövlət muzeyləri fəaliyyət göstərir. Onlardan Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqili Mədəniyyət Dövlət Muzeyi, Rəsm Qalereyası və Azərbaycan İstiqlal Muzeyi burada fəaliyyət göstərən muzeylərdən biridir. Bu binanın özəlliyi onun çevik funksional quruluşudur. Daimi ekspozisiyalarla yanaşı burada
mütəmadi olaraq sərgilər, təqdimatlar, beynəlxalq mədəni layihələr keçirilir. Yəni muzey mərkəzi yaşayan məkandır. Yalnız keçmişi qoruyan yox, bugünü də formalaşdıran. Burada fərqli mövzular, musiqi, teatr, din, istiqlal tarixi paralel şəkildə bir-birini inkar etmədən təqdim olunur. Bu yanaşma Azərbaycanın çox qatlı mədəni kimliyini əks etdirir. Geniş pilləkənlər, hündür tavanlar. Burada insan özünü kiçik hiss etmir. Əksinə fikri böyüyür. Çünki bu məkan dar düşüncə üçün deyil. Burada hər şey ölçü ilədir. Hər xətt, hər boşluq, hər məsafə insanın düşünməsinə xidmət edir. Bir vaxtlar bu divarlar başqa səslər eşidib, başqa sözlər, başqa çağırışlar. Amma bina dəyişməyib. O sadəcə susub və yadda saxlayıb. Bugün isə burada tarix danışır, mədəniyyət danışır. Amma qışqırmır. Yox, burada ümumiyyətlə heç nə qışqırmır. Qeyd edim ki, Azərbaycan İstiqlal Muzeyi ilk dəfə 1919-cu ildə Cümhuriyyət dövründə yaradılmışdır. Parlamentin ildönümü münasibəti ilə elə parlament binasında 1919-cu ilin 7 dekabr tarixində fəaliyyətə başlamışdır. Lakin bu muzey bir neçə ay yaşamış. Aprel işğalından sonra muzey də belə deyək, öz fəaliyyətini dayandırmışdır. Burada olan eksponatlar, əşyalar isə Rusiya muzeylərinə, ya Moskva muzeylərinə və bir qismi isə Azərbaycan Milli Tarix Muzeyinə göndərilmişdir. İstiqlal Muzeyi 1991-ci ilin yanvarın 9-da yaradılsa da, gerçək tarixi 1919-cu ildən hesablanır. Xalq Cumhuriyyətimizin ilk dövlət muzeyi məhz İstiqlal Muzeyi olsa da, o dönəmdə ömrü qısa olmuş. 28 aprel Sovet işğalından sonra fəaliyyətini büsbütün dayandırmışdı. Muzeyin mənəvi irsi kimi bərpa olunan bu məkanda hazırda 22 mindən çox eksponatın olması bizim həm tarixi, həm də mədəni uğurumuzdur. Azərbaycan İstiqlal Muzeyi. İstiqlal necə doğma bir kəlmə. Başımıza tac etdiyimiz, təşnə ciyərlərimizə 70 illik əsarətdən sonra məlhəm olan bir muzey. İstiqlal, ürəklərə Kəbə yapdığımız bir ünvan. İstiqlal, qiblə kimi üzümüzü çevirdiyimiz bir ünvan. Ürəyimdə bir dilək var, o da doğru kəsilsin. O gün olsun bir göy bayraq Turan üstü açılsın. Cabbarlı gözəl deyib bunu. Çox gözəl. – 71 ildən sonra muzey yenidən, yəni müstəqilliyimizin bərpası dövründə muzey də öz fəaliyyətini bərpa edir və ilk yaranmış muzeyin mənəvi varisi olaraq mənəvi varisi adlandırılır və İstiqlal adını alır. Həmin ərəfədə 1991-ci ilin yanvar ayının 9-da artıq muzey 7000 eksponatı ilə fəaliyyətə başlayır. Muzeyin eksponatları 6 zalda nümayiş olunur. Rəsm və heykəltaraşlıq nümunələri, xəritələr, şəkillər, kitablar, pul əskinazları İstiqlal Muzeyinin bəzəyidir. Birinci zalda Azərbaycanın dövlət rəmzləri, ölkəmizin 3 rəngli bayrağı, dövlət gerbi, dövlət himni, dövlət konstitusiyasını əks etdirən sənədlər nümayiş olunur. Muzeyin birinci zalında bundan əlavə Azərbaycan xalq rəssamı Altay Hacıyevin Gəncə döyüşünə böyük bir tablosu, rəsm əsərini görə bilərsiniz. Daha sonra Sabir Çopurovun Qarabağ atları və Şah İsmail Xatayı rəsm əsərlərini görə bilərsiniz. Sabir Çopurovun bu rəsm əsərlərində heç bir fırçadan, boyadan istifadə etməmişdir. Bu, yalnız neft və barmaqlar vasitəsilə çəkmişdir. İkinci zalda tariximizin 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərinə kimi olan
dövrü əksini tapıb. Bu o dövr idi ki, Tağıyev, Nağıyev, Muxtarov kimi milyonçu mesenatlar yeni evlər tikdirir. Ucalan teatr, xəstəxana, məktəb binaları Bakının yeni görkəmini yaradırdı. Muzeyin ikinci zalı isə Azərbaycan Xalq Cümhuriyyət zalıdır. Burada gördüyünüz kimi İstiqlal bəyannaməsi, hansı ki İstiqlal bəyannaməsi elan olunduqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin mayın 28-də öz müstəqilliyini bəyan etdi və Müsəlman Şərqində ilk müstəqil dövlət olaraq fəaliyyətə başladı. Burada gördüyünüz kimi ərazi bütövlüyümüzü göstərən xəritəmiz, həmin dövrdə himnimiz, gerbimiz, hansı ki gerbimiz həmin dövrdə öz təsdiqini tapmamışdı və həmin dövrdə dövlət xadimlərinə dair fotolar burada nümayiş olunur. Ümumiyyətlə Cümhuriyyət zalı bir neçə xronoloji ardıcıllıqlara bölünübdür ki, dövlət quruculuğu, ordu quruculuğu, mədəni quruculuq və Paris Sülh Konfransı. Üçüncü zal isə Güney Azərbaycanımızda baş vermiş hərəkatımızın mövzusunu ehtiva edir. Burada güneyli şairlərimizin portretləri öz əksini tapır. Muzeyin üçüncü zalı isə 20-ci əsrin əvvəllərində baş vermiş milli azadlıq hərəkatıdır ki, burada Məşrutə hərəkatından Səttar xan Bağırxanın başlığı altında olmuş hərəkat, daha sonra Şeyx Məhəmməd Xiyabani və 1945-46-cı ildə Seyid Cəfər Pişəvərinin başçılığı ilə 21 Azər hərəkatı burada öz əksini tapır və həmin dövrlərə dair burada sənədlər, materiallar var. Bu zalın da ərsəyə gəlməsi tarixçi Lütfəli Ərdəbilinin səyi nəticəsində olmuşdur və həmin dövrü əks etdirən, yəni Cənubi Azərbaycanda həmin dövrü əks etdirən jurnallar, qəzetlər, sənədlər, şəxsi əşyalar da burada nümayiş olunur. 1945-46-cı ildə Seyid Cəfər Pişəvərin başçılığı altında milli hökumət elan olunur. Bir il ərzində bu hökumət fəaliyyət göstərir və həmin dövrdə bir çox islahatlar aparılır. Dördüncü zalda repressiya dövrü, tariximizin qara səhifəsinə çevrilmiş 30-cu illər. Həmçinin İkinci Cahan Savaşında igidlərimizin şücaət dastanı tərənnüm olunur. 5-ci zalda Qarabağ olayları, şəhidlik zirvəsinə ucalan oğulların şəkilləri və şəxsi əşyaları yer alır. 6-cı zalda isə Azərbaycan dövlət quruculuğu illərinin mənzərəsini görürük. Mən içəri girəndə hiss eləyirəm. Bu məkan insandan diqqət istəyir. Yox, sürətsizlik yox, səssizlik yox, diqqət. Burada addımlar öz-özünə yavaşlayır. Burada gözlər yuxarı qalxır. Amma qəlbin gözü tarixə köklənir. Keçmişi daha dəqiq bilmək, tariximi araşdırmaq, kimliyimi dərk etmək istəyi böyüyür. Düşünürəm ki, məmləkətimin istiqlalı kimliyimi anlamaqdan başlayır. Gördüyünüz üç rəngli bayrağımız haqqında məlumat vermək istərdim. Hansı ki 1989-cu il mayın 28-də Faiq Həsənov tərəfindən bu bayraq Qız Qalasında dalğalandırılmalı idi. Burada bayraqlarının yerinin rəngini dəyişik görürsünüz. Bunun səbəbi isə bayrağın bir gecədə tikilməsi, qaranlıq və həm də komendant saatın olması ilə bağlıdır. Faiq Həsənov bu missiyanı yerinə yetirmək üçün bayrağı götürmək istəyir, yerini dəyişik görür, lakin bu bayrağı Qız Qalasında dalğalandırmağa nail olur. Bu bayrağı ondan almaq istəsələr də buna nail ola bilmirlər. Bayraq qorunub, saxlanılır və 1995-ci ildə elə Faiq Həsənov tərəfindən Azərbaycan İstiqlal Muzeyinə bağışlanır. Müstəqilliyə, azadlığa tələsən bayraq adı altında nümayiş olunur. Ailəvi proqramlar, uşaqlar üçün interaktiv oyunlar, bədii festivallar bütün yaşda olan auditoriya üçün hesablanıb. Monumental memarlıq xüsusiyyətlərindən ibarət muzey bugünün tələblərinə cavab verir. Rəqəmsallaşma, innovativ yanaşmalar, 3D texnologiyası ilə bəzi əşyaların virtual görüntüsü Əlahəzrət zamanın çağırışı deməkdir. Eksponatların foto və video formatda arxivinin yaradılması da təqdir olunan faktorlardandır.
Onlayn sərgi platforması vasitəsilə dünyanın istənilən muzeyinin kolleksiyası ilə tanış olmaq sadəcə möhtəşəmdir. Virtual turlar, audio bələdçilər, interaktiv ekranlar, mobil tətbiqlər yenilikçi yanaşmadan xəbər verir. Bura gələn kimi nəfəsim dəyişir. Sanki səhnənin qaranlığına gəlmişəm. Amma tamaşa hələ başlamayıb. Divarlarda şəkillər var, rollar, adlar və mən anlayıram ki, bunlar sadəcə keçmiş deyil, bunlar oynanmış ömürlərdir. Bu kostyumlara baxıram, bunlar sadəcə paltarlar deyil, səhnədə yaşanmış həyatlardır. Alqışla bitən, amma alqışdan sonra içində qalan həyat. Gördüyünüz bu güşədə isə Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinə aid olan xilas olmuş xəzinəmizdir, hansı ki, həmin dövrdə ermənilərin işğalı nəticəsində Qarabağ və onun ətraf rayonları işğal olunur və bir çox muzeylər dağıdılır. Lakin Füzuli və Cəbrayıl rayonu öz Tarix-Diyarşünaslıq Muzeyini buradan çıxartmağa nail olur və onu burada gördüyünüz həmin muzeyin kiçik bir hissəsi nümayiş olunur. Azərbaycan Dövlət Teatr Muzeyi. 1934-cü ildə qurulan muzey əvvəllər dram teatrında yerləşirdi. 1935-ci ildə muzeyə yazıçı dramaturq Cəfər Cabbarlının adı verilsə də, 1963-cü ildə muzeyin taleyinə acı günlər yazılır. Teatr ləğv olunur. Yalnız 5 il sonra 1968-ci ildə Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin təşkili haqqında yenidən qərar verilir. 1991-ci ildə isə muzeyin bu binaya köçürülməsi onun tarixi və taleyinin yeni marşrutunu çizir. Muzeyin 144 mindən artıq eksponatının olması onun zənginliyinə və rəngarəngliyinə dəlalət edir. Teatr muzeyi sənədlər, fotolar, tamaşalar üçün qurulmuş maketlər, eskizlər, kostyumlar, kuklalar vasitəsilə işıqlandırılır. Teatra aid sənədlərin mühafizəsində, muzeyin repressiya illərindən salamat çıxmasında vaxtilə elmi işçi olmuş Afərin Məmmədbəyevanın xidməti danılmazdı. Teatra aid sənədləri gizlədən Afərin Məmmədbəyeva o qovğalı illərdə teatr tariximizi qoruya bilmişdi. Bəzən bilirsiniz nə düşünürəm? Aktyor rolu tərk eləyir, amma rol aktyoru heç vaxt tərk eləmir. Fotolara baxanda özümü axtarıram. Hələ oynamadığım rolları axtarıram. Hələ demədiyim cümlələri, hələ səhnədə yaşamadığım taleyləri. Yox, bu muzey mənə nostalji vermir, məni kövrəltmir. Məni məsuliyyətə çağırır. Çünki burada bir daha anlayıram. Səhnə müqəddəs yerdir və ora yalanla çıxmaq olmaz. Bir vaxt bu divarların içində olanlar öz dövrlərinin səhnəsini daşıyıblar. İndi isə növbə bizdədir. Teatr keçmiş deyil, teatr davamdır. Daş evlər arasında neyləyər duman mənə, gülüm diriyəm yenə, heç kəsə demə. Daş evlər arasında neyləyər duman mənə, gülüm diriyəm yenə, heç kəsə demə, heç kəsə demə.